əhəmiyyətli olardısa, nə 1-ci Qarabağ müharibəsi baş verərdi, nə də 2-ci Qarabağ müharibəsi. Yəni ki, 1987-ci ilə qədərki dövrdə Heydər Əliyev Azərbaycan rəhbərliyində, Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə olarkən, hələ 65-ci, 87-ci illər arasında, yəni Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifəsində olarkən, ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, işğal edilməsi istiqamətində ideoloji siyasi təbliğatlar aparırdılar. Və bu məqsədlə də özlərinin 18-20-ci illərdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətlərini örtbas etmək üçün 1965-ci ildə, güya ki 1915-ci ildə Türklər tərəfindən soyqırıma məruz qalmalarının 50 illiyini keçirmişdir və buna qarşı Heydər Əliyev qəti şəkildə çıxışlar etmişdir. Və 70-ci illərdə də ermənilər çalışıblar ki, Qarabağı Azərbaycanın ayrı Ermənistana birləşdirsinlər və 77-ci ildə də SSR Konstitusiyası qəbul edilərkən Konstitusiya Komissiyasına da müraciət olunmuşdur ki, Qarabağ Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilmir və bununla qarşısını Azərbaycan rəhbərliyində olan müdrik rəhbərimiz Heydər Əliyev qətiyyət almışdır. Və SSR rəhbərliyində Heydər Əliyevin olması ermənilərin planlarının həyata keçirilməsinə maneçi törədirdi. Və 87-ci ilə qədərki dövrdə ermənilər bu planlarının həyata keçirilməsinə nail ola bilmədiklərinə görə erməni pərəst Qarbaçovun, anti-Türk mövqeyində olan Qarbaçovun dəstəyi ilə SSR rəhbərliyində ikinci yerlərdə dayanan, yəni SSR rəhbərliyində ali vəzifələrdə olan Heydər Əliyevin vəzifədən istifaya göndərilməsinə nail olduqdan sonra 87-ci ildən başlayaraq Qarabağın işğalı istiqamətində ermənilər fəaliyyətləri daha da genişləndirməyə başlamışdır. Yəni, akademik Ağambekyan Heydər Əliyevin istifasından 2 həftə sonra Fransanın Humanitə qəzetinə müsahibə verərək bildirmişdir ki, Qarabağ Ermənistana daha yaxındır, nəinki Azərbaycana və Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün Qarbaçovla məsələ razılaşdırılmışdır. Və belə bir sərsəm məsələləri gündəmə gətirmişdir. Və nəhayət ki, ermənilər 1988-94-cü illər arasında Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasından sonra Qarabağın işğalı üçün əsasən maddi şərait yaradılmışdır, hüquqi şərait yaradılmışdır ki, və bu istiqamətdə də onlar Sovet Rusiyasının və SSR-nin varisi olan Rusiya Federasiyasının dəstəyindən istifadə etməyə bilməzdilər. Və Rusiyanın hərbi siyasi dəstəyinin nəticəsində ermənilər Qarabağ ərazilərini işğala məruz qoymuşlar və müdrik rəhbərimiz Heydər Əliyevin siyasətinin davamı olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uğurlu siyasətinin son 20 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq və eyni zamanda Azərbaycan Prezidentinin siyasətinə hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan gəncinin yüzlərlə, minlərlə şəhidli zirvəsi fəth etmiş qəhrəman oğullarımızın qəhrəmanlığı sayəsində, igidliyi, cəsurluğu sayəsində 21-ci əsr tariximizdə yeni bir dövrün başlanğıcı qoyulmuşdur. Yəni, zəfər tariximiz yazılmışdır. Və Azərbaycanın son 200 ili tarixdə həyata keçirə bilmədiyi məsələlər və eyni zamanda dünya ölkələrinin, dünyanın ən çox inkişaf etmiş ölkələrinin, məsələn, Amerika Birləşmiş Ştatlarının, Rusiya Federasiyasının, Fransanın təcavüzkar ölkənin yanında olmasının məntiqi nəticəsidir ki, Ermənistan Respublikasının təcavüzkar ölkəni şirlitirərək Azərbaycan torpaqlarının işğalını həyata keçirmişlər. Və Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 51-ci maddəsinə əsasən, yəni dövlətlərin öz ərazilərini işğaldan azad etmə, özlərinin müdafiə hüquqlarından istifadə edərək bu cür qəhrəman oğullarımızın hesabına Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. 18.857 nəfər 1-ci və 2-ci Qarabağ müharibəsi illərində Azərbaycan xalqı şəhid vermişdir. Həmin şəhidlərimizin hər birinin qarşısında baş əyirik, onları qəhrəmanlıqda böyüdən, vətənimiz üçün yetişdirən ataların, anaların qarşısında bir daha baş əyirik, onlara Allahdan can sağlığı, uzun ömür arzuları. Allah xalqımızı, ordumuzu qorusun
Allah Azerbaycan Respublikası'nın prezidenti, silahlı qüvvələrimizin Ali Başkomandanı Cənab İlham Əliyev olsun. Amin. Buyurun. Bugün qəhrəman şəhidimiz Muraz Məzahiroğlu'nun ad günüdür. Əvvəla onu deyim ki, zaman zaman erməni qəsbkarlarının və Rus imperiyasının əli ilə darmadağın olmuş, zaman zaman qətrə-qətrə bölünmüş torpaqlarımızın işğaldan azad olunması uğrunda, torpaqlarımızın bütövləşməsi, xalqımızın bütövləşməsi uğrunda canını verən oğulların hər birinə məkanı cənnət olsun, məqamı ucaq olsun. Və bugün işığına yığışdığımız Muraz balamızın da cənnətdəki ad günü mübarək olsun. Biz şəhid anaları, şəhid ataları olaraq həmişə daxilən yıxılsaq da zahirən möhkəm olmalıyıq. Şəhid adını, şəhid ünvanını uca tutmalıyıq. Hər birimiz o şəhidlərin qarşısında borcluyuq və onları biz yaşatmalıyıq, şəhid ailələri yaşatmalıyıq. Bu ağrını bizdən başqa digərləri mən elə hesab edirəm ki, bizi qədər düşünə bilməz, yaşaya bilməz. Çünki bizim qəlbimizdən, ürəyimizdən bir parça, tən yarı bir parça torpaq altında yatır. Və biz bu oğulları bu torpaqlara qurban verib dik dayanmışıq və dik dayanmalıyıq. Ona görə ki, düşmən qarşısında əyilmək olmaz. Biz həmişə məğrur dayanmalıyıq və balalarımızı ölənə qədər, nə qədər ki həyatda yaşayırıq, məğrurcasına yad eləməliyik, onların qəhrəmanlığını uca tutmalıyıq. Bizim mənəvi borcumuzdur. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin və Ali Başkomandanımızı qorusun, prezidentimizi qorusun, ordumuzu qorusun. Mənim Allahdan arzum budur. Sağ olun. Təşəkkür edirəm. Allah bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Murazın cənnətdə dəyişməyən ad günü mübarək olsun. Muraz hər zaman gənc qalacaq. Biz sadəcə şəhidlərimizi xəyallarımızda böyüdürük, qocaldırıq, yaşlandırırıq. Allah səbir versin ailəsinə, əzizlərinə, yaxınlarına. Ruhun şad olsun qəhrəman şəhid. Allah Muraz Məzahiroğlu'nun ruhu şad eləsin. Onunla beraber bütün şehitlerin adını tebrik ediyoruz. Yani ki biz her hayatta canlıyıq, onlar cansızdılar. Benim diyecek sözüm odur ki, gelin şehitleri unutmayaq. Şehit sözü çok ağır sözdür. Heç kimə də unutdu olmayaq. Elə biz şəhid ailələri, analar, atalar, qardaş, balalar, elə ha vaxt gələndə şəhidlərin adını özümüz anaq, özümüz yanına gələk, özümüz yad edək, özümüz həmişə qəlbimizdə saxlayaq. Çünki Allah rəhmət eləsin demək hamıya hasat gəlir, ancaq şəhid atasına, anasına, oğullarına çətin gəlir. Yəni ki, genç bir oğlanın ad gününde şehit olması, ona rahmet demek çok çetin işte. Allah hamısının ad gününü, ruhlarını şad eləsin. Məkanları cənnət olsun cəmi şəhidlərimizin. Allah bütün şəhid ailələrinə səbir versin. Şəhidlərimizə Allah rəhmət eləsin, yerlərimizə. Murazın timsalında bütün şəhidlərin məqamı ucadan uca olsun, yerləri cənnət olsun. Bütün şəhidlərimizə ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Başda da Muraz balamızın yeri cənnət olsun, məqamı uca olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbrinin yanında olsun. Bütün şəhid ailələrinə də Allah səbir versin. Ruhun şad olsun, qəhrəman olur. Ad günün mübarək olsun.
Bizlər nə etsək də sizin haqqınızı ödəyə bilmərik. Allah ailənizə, atanıza, anamıza bol-bol səbir versin inşallah. Dözüm versin. Həqiqətən çətin dərddir. Könül istərdi ki, bugün Murazın xeyir işinə toplaşardıq. Aramızda olardı. Yenə də vətən sağ olsun. Ruhunuz şad olsun.